Hər birinizi xoş gördük mənim əziz YouTube izləyicilərim. Bilirəm ki, bir çoxlarınız köhnə vloqların alt hissəsində və Instagramda yazıb maraqlanırdınız ki, niyə təzə vloq yoxdur? Xanımlar, əslində bir neçə dəfə vloq başlatmışam. Sadəcə YouTube-la sənədləşdirmə işlərimi hələ həll edə bilməmişəm deyənə bir növ vloq paylaşmağa həvəsim olmurdu. Amma düşündüm ki, artıq vloq paylaşım. Düzdür, sənədləşdirmə işlərini hələ də həll eləməmişəm. Nəysə, uzun sözün qısası, bura Dekalib mağazasıdır. Posyolka Kirovda yerləşir. Biləcəridən 202 nömrəli avtobus düz qarşısında dayanır. Çox bəyəndim buranı, qiymətləri çox münasibdir. Qab xəstəsi olan biri üçün bura cənnət kimi bir yerdir də. Yeni il aksesuarları çox gözəl gəlmişdi və mən də bir neçəsini əldə eləmişəm. İnşallah ilərləyən vloqlarımda sizlə bölüşəcəm. Qaynanamın ad günü vloqu deyə başladacağım bu vloqu. İnşallah sizi növbəti kadrlarda salamlayacağım ayrıca. Düşündüm bir-birinə belə birləşdirim vloqun içərisində hər bir şey görəsiz. Çünki olub ki, bir neçə dəfə belə qısa-qısa mağazalardan falan çəkmişəm. Sonra gərəksiz bilib silmişəm. Yəni bir vloq kimi həll eləməmişəm. Amma düşündüm bu dəfə eybi yox. Çünki bəlkə hansınızınsa axtardığınız hər hansı bir məhsul bu mağazada məhz olar və əldə edə bilərsiniz. Burada həsirlərin falan qiymətləri yuzuqdan falan çox ucuzdur, münasibdir. Mənim kimi dekorativ əşyalar sevənlər bəyənəcək buranı. Yeni il məhsulları üçün qızlar sədərəyə falan getməyə ehtiyac yoxdur. Yolkadan başqa hər bir çeşid demək olar ki, burada var. Oyuncaqlar, dekorativ əşyalar, nə bilim, çox qəşəng. Və qiymətləri də həqiqətən çox münasibdir, yəni çox yaxşıdır. Mən həqiqətən çox bəyəndim də. Yəni çox sözüm çox deyiləm, amma elədir. Süfrələrdən, Rasim biraz kənara dur oğlum. Süfrələr. Buna baxın, nə maraqlıdır. Bu şeydir, buxurdanlıqdır. Buxurdur. Şeydir. Buna baxın qızlar, təqvimlər də var. Məndə təqvim var, yeni il təqvimi. Çıxardacağım inşallah yeni il gələndə. Baxın, maraqlıdır. Ağzım eləmə. Qəşəng görərsən. Salam qızlar, hər vaxtınız xeyir olsun. Uzun müddətdən sonra düşündüm ki, vlog çəkim sizin üçün. Qaynatam, mən, Rasim gəlmişik. Maskaron vermağına gedirik, əcəm deyil. Qaynanamın inşallah ayın 10-u ad günüdür və ona hədiyyə seçmək üçün gəlmişik. Bir şeylər alacaq, yüngül göstərəcəm nə aldığımızı. Bu vlog doğum günü falan hamısı bir yerdə eləməyi düşünürəm. Vlogun içində biraz uzun olacaq. Bugün isə ayın 9-udur qızlar. Mən qaynanamın ad gününə aldığım paltarı bəyənmədim. Düşündüm ki, gedim daha fərqli bir paltar alım və yollandım Əcəmiyə. Bura isə Əcəmdə ev eşik mağazasıdır. Mən ev eşik mağazasını çox bəyənirəm. Oranın da qab-qacağının vurğunuyam. Həqiqətən çox zövqlü qablar gətirirlər. Burada da artıq yeni il dekorlarını görürsüz. Fincanlar, aksesuarlar, konfet qabları, boş qablar, fincanlar, nə bilim, təkrar demək istəmirəm. Hər şey var idi də. Burada çalışdığım qədər çəkmişəm. Bilməm nə dərəcədə görsənir. Həqiqətən yeni il süfrəsinizə rəng qatacaq məhsullar var burada. Bunun qırmızısını çox bəyəndim və bunu aldım. Çox qəşəng. İnşallah ki, dediyim kimi növbəti yeni ilə hazırlıq vloqlarımda mütləq sizlə paylaşacağım nəyi hardan aldığımı. Amma belə azar-azar türklər demiş paylaşmaq istəyirəm ki, mənim kimi yəqin ki, sizlər də yeni ili sevirsiniz və hazırlaşırsınız. Mən hər il uşaq kimi sevinirəm. İnanın ki, ən sevdiyim bayramlardan biridir yeni il. Yeni il çox bəzək düzəyli, işıqlı, oyuncaqlı falan bayramdır deyənə bir ayrı mənim həvəsim var yeni ilə. Elo,
Gəldik, çatdıq qızlar, qaynanamın ad günü günündən vloqun ortasına. 2 gün arada, yox 1 gün arada buraxdım da, heç nə çəkmədim. Qızlar, belə hazırlaşmışam. Sizə kombinimi göstərmək istəyirəm. Evə fikir verməyim, burada hazırlaşmışam deyənə ailəmi qatmışam bir-birinə. Belə bir pencək aldım Lady Charm'dan dünən. 44 razmeri almışam, boş qalsın deyənə mənə. Lap belə önü açıq. Elə o maykanı da endirimdə idi. 50% endirimlər var idi. Oradan aldım. Bir dənə də klassik həyatımda ilk dəfə də trapez şalvar almışam. Hə, yaxşı. Trapez cins həmişə alardım, amma ilk dəfə də klassik şalvar geyinirəm. İnşallah ki, düşünürəm. Boydan da videomu paylaşaram sizlə, qızlar. Belə saçlarımı belə vurdum, makyajımı elədim. Sırğalarım ağ belə düşündüm. Belə. Sırğalarım çox böyükdür deyənə üzlüyümü, sepimi nazik tutmaq çalışdım. Bir də belə Əcəmidən Fineza butikdən belə bir saat almışdım. Onu taxdım. Makyajım özümə məxsusdur. Mən yaxın. Belə, yəqin ki, bəyənərsiniz qızlar. Bilirəm, çoxdan da vlog yoxdur. Qızlar, YouTube-la bağlı bəzi sənətləşdirmə işlərim var deyənə biraz həvəssizləşmişəm. Necə, düşünürəm birdən nəyisə düzgün eləmiş olamaram YouTube-da da. Ona görə sonra belə nəsə olar da kanalıma deyə narahatam. İnşallah ki, olmaz. İndi o sənətləşdirmə işlərini bitirəndən sonra rahat şəkildə YouTube-da paylaşımlarımı eləyəcəm. Allahın izni ilə. Belə, qızlar, saçlarım. Baxın, yaxşı vurmuşam. 2 dənə belə keçi yığıb belə vurmuşam ətəklərini. Hazırlaşmışam. Qaynanama hədiyyəm tortdur. Ad günü tortunu mən hədiyyə eləyirəm. Mən hazırlatdırmışam. Sonra çoxdan istədiyi bir dənə ətir var idi. O ətiri də almışam. Bilirdim ki, mən də görmüşdü, bəyənirdi. O ətiri də onun üçün almışam. Delinadır. Delina'nın müalicəlidir. Çox bəyəndiyi ətirdir. Sonra nə deyəcəm? Belə, bu qədər. Mənim hədiyyələrim bu qədərdir. Qızılımızı da götürmüşəm. Mən təqdim edəcəm inşallah ad günündə. Onlar çıxıblar xırdalandan biləcəliyə gəlirlər, bizi götürəcəklər. Uşaqları da hazırlamışam. Bugün çalışacağım ad günündən çoxu sizin üçün vlog hazırlayayım ki, maraqlı olsun izlənməsi. Belə, ad günündə görüşərik. Bugün doğum günü kızı. Utanır Ben seni çok sevdim. Videoda çekim değil. Çok. Biri. Bakın görün ben. Ha, görün ben acın. Özde dokunda tutarmış. Ha, şey. Həqiqətən. Bu sevdiğin olacak. At bak. O zaman bekarsızlığı diyor. At bak. Atılmasın. İyicədən olsun. Yok bu iyi de olmadı. Ana bunu məndə görüb bəyənmişdin sən. İstəyirdin, yadıma gəlir. Hə, çox bəyənmişdim. Bəs ona iyi də. Kasıma baxma. Super. İndi qoxla. Bildim də hazırdır. Bildin də hə? Qaldırığı da qəşəngdir ana bunu. Mənim də ürəyim gedir, keyfində qızlar. Ətir üçün. Ətir üçün. Hə, da tün. Delina da bu ana. Necə səni motivəyim? Əks öldürək gitsən məktub yazdı bana. Fili kupalılar evi. Mən yazdım. Məktuba bax elə. Mən bunu ye, bunu çək. Mən ağlatmasam, bunu çək. Daha şəkil çəkin. Aydən. Təciyyəsi. İlk nəvəlindən. Oy, nənə yesin onu. Qəşəngdir. 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 Sağ ol, bakın. Aydiyə bax elə, Aydiyə fırqası sizə göstərir. Hə, göstərdi geçdi. Nə olub kimi? Aslı faul sənəsi. Ondan gəldi. Sizinlə var. İnşallah həmişə bir yerdə olur. 33 il
50. 17 yaşından böyüttün, bu yaşlara çatdırdım, gətirdim. Yemədin, yedirtdin, içmədin, içirdin. Böyüt. Güzel sağlığı versin. Her şey yanında olar. Amin, amin. Həm nəvələrin bu həyatda bir baba üçün, bir nənə üçün həyatda ən böyük fəxarət, ən böyük fəxr nəvələrin xoş günləri görmək, övladların xoş gün görməkdir. Ona görə də Allah onu bütün babaların elinə nəsib eləsin inşallah. Gəlin alqışlarımızla sonra xanımın bir gürültülü alqışla buraya edən dostlar. Var olasınız. Çok sağ olun dostlarım. Yıldız yatağından kalkar bu aşkı duysa, ne canlar verdim ne yine etmiyorsa, gün gelip de kader hesabını sorsa, tek cesaretin aşktan anlarım buysa, benden sonra kimse değerini biçemez. Sağlam dursa da bir kadehden fazla içemez. O tozlu yolları tek başına geçemez. Bir yana gidiyor bir yana kaldı nefes al. Hiç asla vazgeçemem senden, asla olamam ben sensiz, yapamam sevgisiz o. Asla vazgeçemem. Selam mı? Adı nedir? Abbas. Allah saklasın. Maşallah. Gel Rasim'dir. Rasim'in Allah saklasın. Yavaş yavaş artırır maşallah. Deməli, Gülüs iladın. Gülüs Nəman xanımı tanıyırsan mı? Orada sənə əl edir bak. Görürsən mi oradan uzaqdan? Gördün mü? Valideynlər, uşaqlarınızı göndərin Nəman xanımın yanına. Orada gözəl uşaqları bəzəsin. Yo, getmə. Biz də istirahət edəyik. Kimi yakalandasan, bir ömür kadar uzaklardasın. Bir nefes kimi yakınındasın. Bir nefes kimi yakınındasın. Bir ömür kadar uzaklardasın. Mesajı düz dostum. He? Evet dostum. Yaş. Deməli biz meydanımıza görəcəyik inşallah. Hansı ki bugün doğum günü qeyd edən, özəl günü qeyd edən və yubiley yaşını qeyd edən bir xanımı meydanımıza görəcəyik. Amma mən rica edirəm səbəbkarımıza bircə meydanımıza vəziyyəti Fərid şamları indi yandır bir balaca. Alqışlarla mən istərdim əlbəttə bugünün yubiley səbəbkarını, xanım səbəbkarımızı görüntülü istəyəm alqışlayam. Söhbət kimdən gelir dostlar? Alqışlarımızla. Sumru xanımı təbrik edin dostlar neydi? Maşallah. Sumru xanım Allah şans sağlığı versin. Allah bütün analar şans sağlığı versin. Maşallah. Kolanlar ne gibi yaşamış şey diye gel. Yüreğine kalmışlar. Allah korusun. Değil mi? Allah mehriban eylesin maşallah. Ellerini Allah korusun. Allah canına sağlık eylesin. Bizim ez kardeşimize. Allah ömür versin. Buralar. Gelin erim yer. Gel aşağı bir şey. Yüreğine. Maşallah.
Maşallah. Elmandır. He? Elman eşk olsun sana dostum. Allah sana var versin kardeş. Sana can sağlığı. Bugün Allah'tan gündün. Sana hayatta bol bol uğurlar seni. İlmanlar da can sağlığı. Öpürüm seni kardeşim. Uğurlar sana. Uğurlar sana. Allah sizi mehriban eylesin. Her zaman. Haydi güzel. Görüşürüz biz. Değilen bütün güzel tebriklere amin söyleyek ve alkış söyleyek. Sonra alkış edelim. Yüreğine gülüp alkışlar. Allah can sağlığı versin. Allah ömür versin. Sonra hanım var olasınız. Evladınızı da Allah korusun. Allah onun da canını sağlam eləsin ki o yaxşı olsun ki siz yaxşı olasınız. Bəli, siz de yaxşı olmaz ki o yaxşı olsun. Alkışlar dostlar. Görmek seni. Hamız birgə.
nefes kimi, bir nefes kimi yakınımdasan, bir ömür kadar uzaklardasan. Allah size sağ sağlığı verin. Bir nefes kimi, Kulağında pambuğu var. bir nefes kimi yakınımdasan, Hadi Allah size sağ sağlığı verin. bir ömür kadar uzaklardasan. Her çabalları başlamış. Yaktırmışıq bugün bu şən məclisə, mahnı deyən yallı gedən səs-səsə. Yığışmışıq bugün bu şən məclisə, mahnı deyən yallı gedən səs-səsə. Qaynalar qaynatalar sevinsin, əylə gəlin səadətə yetişsin. Qızışdırın bu meydanı əl çalıb, yallı gelin rəqs eləyin əl çalıb. Qızışdırın bu meydanı əl çalıb, yallı gelin rəqs eləyin əl çalıb. Çoğu sevgini dandım, geçenlerden utandım. Senin adında, gönlümün adında, nece kalın yadında, iz koydum hayatında. Ağlar hatirelerimiz, birbirimizi ananda, inanın koşanında, bir keder var canımda.